1937-ci il kütləvi təmizlənmə adı altında həyata keçirilən qırmızı terror. Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsinin plenumu çağırılır və Stalin sosializm quruculuğu yolunda sinfi düşmənlərə qarşı mübarizəni kəskinləşdirmək doktrinasını təkrar edir. Əhməd Cavad Azərbaycan himninin müəllifi idi. Neynirəm könlü, neynirəm dili, səndən yazmasa neynirəm əli. 12493 nömrəli cinayət işi bu Mikayıl Müşfiqin cinayət işidir. Gündən günə bu gözəl yaşayım, işıqlı dünyadan necə yazır? Cavidi yazdığı əsərlərlə ittiham edirdilər. Vaxt gələcək, bizi geri qaytaracaqlar. Müxtəlif cəza növləri var idi. Lastiçka vəziyyəti, əl və ayaq dırnaqlarının birdən çıxarılması, daha sonra şüşə qırıntıları üzərində ayaqyalın gəzmək. Yenidən istintaqa, yenidən boksa, yenidən istintaqa, yenidən boksa və əsas müstəntiq nəhayət ki, ona kağız uzadaraq imzalayın sözünü eşidənə qədər. Məşhur üçlüyün səyyar məhkəmənin verdiyi qərar, ölüm hökmü bax burada icra edilirdi. Səndən ötürü qan tökməyə cümlə hazırız, səndən ötürü can verməyə cümlə qadiriz. Üç rəngli bayrağınla məhsud yaşa deyirdi. Əhməd Cavad güllələnməli idi, güllələnəcəkdi də. Bir günün tarixi 1937-ci il 4 iyun. Bu axşam saat 21-də. Azərbaycan ziyalılarına, elm xadimlərinə, siyasi-ictimai xadimlərə qarşı törədilən amansız qətliamlar 1937-ci il repressiya qurbanları təbii ki, heç vaxt unudulmur. Onların xatirəsini daim yad edilir və bununla bağlı silsilə şəkildə verilişlər, proqramlar hazırlanır. Əziz dostlar, az öncə izlədiyiniz anons isə Bir günün tarixi sənədli filmlər silsiləsindən 1937-ci il 4 iyun sənədli filmidir ki, bugün axşam 21:00-da Azərbaycan televiziyasında yayımlanacaq və elə verilişin sözü gedən, daha doğrusu sənədli filmin müəllifi, rejissoru, həmçinin əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, Azərbaycan televiziyasının bədii rəhbəri Mehriban Ələkbərzadə bu səhər bizim qonağımızda. Sabahınız xeyir olsun Mehriban xanım, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz. Millət ziyalısı ilə tanınır və bu ziya da sönməlidir. Məsələ, qırmızı terrorun əsas məqsədi buydu. Mehriban xanım, məsələləri araşdıranda, baxanda mövzu o qədər acılıdır ki, o qədər ağrılıdır və bir o qədər də maraqlıdır ki, şəxsən mən bilmirəm hardan başlayayım, hansı sual verim. Bəs siz araşdırmalara hardan başladınız? Əslində bu mövzu mənə ilə bir 26 ildə yol gəlir. Yəni mən 2000-ci ildə Qırmızı Terror və Mircəfər Bağırov filmini işlədim və o filmdən sonra başa düşdüm ki, 37 adı altında özündə ehtiva edən bax bu kütləvi təmizlənmə, repressiya, illah da Azərbaycana şamil edilən bunun təmizləmək deyilən, bax bu xüsusi təmizlənmə metodu, bax bu proseslər əslində mənim yəqin ki, dəfələrlə dönə-dönə qayıda biləcəyim bir mövzudur. Çünki mövzu o qədər çox şaxəli və o qədər məqsəd yönlü olub ki, xüsusi yanaşma olub ki, bu bizim əslində hansı genofondumuzun, hansı böyük ideoloji, mənəvi bazamızın çökməsinə səbəb olub vaxtı ilə. Və şükürlər olsun ki, o həmin qorxular, həmin o təqiblər, həmin o məhv etmələrin arxasında xüsusi bir növbəti bir nəsil o qorxunun altında yaşasa da sonradan özündə bax bu milli kimliyi, bu sahibliyi, bu azadlığı gətirib çıxarda bildi. Ona görə bizim üçün indi daha doğru və daha dürüst yanaşmamız var və mütləq yanaşmamız var artıq bu məsələlərə. Çünki hər bir problemin özəyini, onun mahiyyətini, ideyasını tapanda o problemə qarşı savaş aparmaq, o problemə qarşı dayanış gətirmək daha asan olur. Amma bütövlükdə 37 adı altında özündə ehtiva edən bax bu illərin araşdırması kimləri itirmişik, onlar bizi nədən hal eləmək istəyirdi, nədən məhz onlar seçilmişdi. Çünki çox zaman deyirlər ki, Sovet rejimində olan NKVD kimi gəldi həbs edib.
Bu, bilirsiniz necə, əlbəttə ki, istisnalar var idi. Müəyyən qolçamaq adı altında kəndlilərə zülmlər edilirdilər. Amma Azərbaycanda bu o qədər seçmə insanları idi. Təsəvvür edin ki, 37-ci ildə ən azı 40 min adam tutuldusa, bunun 29 mini ziyalı idi. 29 min ziyalını bir ildə, 37-ci ildən 38-ci ilə keçən, yəni bir il müddətində bu repressiyanın pik bir dövründə 29 min ziyalı itirmək nə deməkdir? Bu ziyalıların hər biri Azərbaycan tarixi üçün, Azərbaycan mənəvi, belə deyək, bazası üçün nələr edən maarifçi nəsil idilər, ziya idilər, işıq idilər. Onların söndürülməsi o qədər planlı şəkildə və sizə deyim, bu heç də təkcə bizim dediyimiz NKVD məsələsi deyildi. Burada həmkarları var idi, həmin insanların ətrafları var idi, özümüzdən olan manqurtlar var idi. Yəni bu insanların getməsində, məhv olmasında o qədər dəhşətli bir silsilə araşdırma və arxiv sənədlər ortaya çıxır ki, etiraf eləməyə belə utanırsan. Yəni bu insanların məhvində bu qədərmi israr göstərən həmkarlar var idi. İndi konkret olaraq biz əgər yazar adamları, çünki bilirsiniz də bu məhv edilən ziyalılar içində daha çox ədəbiyyat söz adamları daha çoxluq təşkil edir və alimlər, türkoloqlar təbii ki. Mühəndislər də var idi, həkimlər də var idi, amma daha çox bu insanlar idi. Bu da düşünülmüş şəkildə idi, çünki bir millətin önündə gedən ziyası, işığı yoxdursa, o millətin, belə deyək, onu öz başına buraxmaq olar. Və illah da Qafqazda yaşayan, kökü türk olan, dini müsəlman olan insanlara qarşı ən azı bizim bədxah qonşularımızın o zamanda, hətta Sovetlərin əlaltıları olsalar da, həmin zamanda onların fikirlərinə təsir edə bilirdilər. Amma məhv edilən, gedən adamlar haqqında mən məsəl üçün günahsız qurbanlar deyə bilmirəm. Çünki onlar günahsız qurban deyildi. Günahsız qurban olsa biz onların etdiklərini, mahiyyətlərini kiçiltmiş olaraq. Mənim bütün məqsədim onların bu 37-ci il kütləvi təmizlənmə, bu terrorun tam qəlibinə uyğun olan adamlar olduğunu göstərmək istəyirəm. Onlar həmin rejimin birbaşa olmasa da şuur altında düşmənləri idilər. Onlar məhv edilməli idi. Onlar məhv edilməsə rejim, yəni ən azı o strategiyasını apara bilməzdi. Fikir verin, 37-ci ildə 3 iyulda bir əmr verilir, 4 iyulda bir əmr verilir, 5 avqustda ikinci əmr verilir, 15 avqustda bir əmr verilir. Yəni bunlar artıq rəsmiləşmiş şəkildə repressiyanın özü tək insanlara yox, onların ailələrinə, uşaqlarına fikir verin, cinayət işinin maddəsinə fikir verin, bilib xəbər vermədiyi halda və yaxud da valideynin də, yəni və yaxud da bilib vətən xainindən imtina etmədiyi halda ishari nifrətlər var idi. Uşaqlar atalarından imtina edirdi, familiyasından imtina edirdi. Yəni ancaq ondan sonra Sovet vətəndaşı olmaq haqqını qazanırdı. Əlbəttə bu indi biraz daha geniş danışdım, amma bu bir günün tarixi adı altında biz ancaq 3-dən 4-ünə keçən gecədən bəhs edəcəyik ki, həmin günü əslində 33 adam həbs edilib, amma 33 adamdan 3-dən bəhs edəcəyik. Bax bunlar Əhməd Cavad, Hüseyn Cavid və Mikail Müşfiq, hər üçü öndə gedən ziyalımız, xalqın gözünü açmağa çalışan, həqiqətlər bəli, özə çıxaran, elə Mikail Müşfiqin özünü götürsək, 1929-cu ildə elə oxub tarix yazmaqla hər şey başladı. Əslində, haqlısınız. Yəni, konkret olaraq bu ədəbi məhkəmələrin, Yazıçılar İttifaqında olan, vaxt birliyində olan o münasibətlər artıq start komandasından sonra başlandı. Ona qədər olanlar xırda qeybət, böhtan, paxıllıq səviyyəsində idi. Amma sosializm quruculuğunda boy göstərmək istəyən adamlar o istedadın, o hətta sosializm quruculuğunu vəsf etməyinə belə tab gətirə bilməzdilər. Yəni, bütövlükdə istedad, ən ciddi faktor istedad və milli kimlik məsələsi idi. O adamlar ki, tarixdə qalmadı, inanın, onlar həmin bu yazarlara dərs deyirdilər. Təsəvvür edirsiniz, Hüseyn Cavidə deyirlər ki, sən yaza bilmirsən. Təsəvvür edirsiniz, Əhməd Cavad deyirlər ki, sən xırda burja şairisən. Bu istintaqda KKB-də, yəni NKVD-nin istintaq materiallarında böyük istiqlal şairi gedən bir adam. Yazıcı dostlar ətrafında deyirdilər, sən xırda burja şairisən. Yəni bu dözülməzliyin, keçilməzliyin, həzm edilə bilməməyin bir tərəfidir. Bunu ki, tutaq ki, qeyri-millətdən olan adamlar eləmirdi. Amma əlbəttə ümumi strategiya, ümumi əmr verilmişdi ki, əsas kütləvi terrorun ən birinci səbəbi nə idi? Müxalif düşüncə olan, tək hakimiyyətə gəlmək üçün Stalin ətrafında Zinovevi, Kaminskini, necə ki, məhv elədi, Trotskini necə yox elədi. Yəni, aydındır bu məqsəd hardan gəlirdi və Kirovun ölümü də bir bəhanə oldu bu böyük terror üçün. Amma böyük mənada müxalif düşünə bilən, Allahı özü üçün Stalin
Stalini yox, Allahı əslində, yəni Allahın özünü əsas inam və etiqad götürən adamlar, xaricdə təhsil almış adamlar, insan hüquqlarını bilən insanlar, sadəcə bir millətin gələcəyi üçün hansı yolları gedə bilən ideolojisinin əlifbasını bilən adamlar onu götürülürdü. Çünki onlar sabahki hakimiyyətə qul olmayacaqdılar. Ona görə o müxalif düşünə bilən, ehtimal edilə bilən, tutaq ki, Azərbaycanda panturkizm deyirdilər, panturkistlər, bunlar pan-islamizm, panturkizm, əsas panturkizm idi. İnanın ki, İslam o qədər, bəlkə də o qədər qorxulu deyildi. Sovetlər üçün daha çox panturkizm daha çox qorxulu idi. Çünki türk niyə görə? Çünki sənin milli kökənin, genetik kodların türklərlə bağlıdır və fikir verirsiniz, 41-ci ildə hətta Azərbaycanın köçürülməsi ilə bağlı məsələlər qalxdı. O da ona görə idi ki, Türkiyə ilə biz eyni xalqıq, eyni millətik, biz Almanların tərəfində olacağıq. Bu uydurulmuş böhtana görə Azərbaycan bütün digər Sovet Sosialist Respublikalarından daha tez və daha çox qızıl orduya əskər göndərməyə məcbur oldu ki, köçürülməyə qaçsınlar. Bəli, bəli. Yəni, bu təqiblər həmişə olub, amma daha çox yandıran, daha çox ağrıdan adamı, bax bu üç böyük yazardı ki, bunlar doğrudan da bizi çox şeydən hal eləmək istəyirdi. Təsəvvür ki, Cavid deyirdi ki, iki türk milləti bir-birinizi qırıb düşmənləri məmnun etməyin. Yəni, bu çağırışı verən türkə, bu çağırışı verən adam türkçülüyü qoruyan bir adamdır. Yəni, onu necə islah eləmək olar dırnaq içində, onu necə dəyişmək olar? Sən yaza bilmirsən, deyirdi, siz yazın. Özü bunu bugün çox parlaq imzalı olan yazarlardır, onların nəsli var, onları təbii ki, adan çəkməyəcəm, amma bunu deyən o adamları Mehriban xanım, yeri gəlmişkən bu filmdə bəzi məqamlar da açılır. Yəni, xəbərdarıq ki, onların məsləkdaşları, biraz əvvəl söhbətimizdə siz özünüzü vurğuladınız, soydaşları, dırnaq içərisində deyirəm, təbii ki, bunları bu işdə bir növ səfərbər oldular. Bir növ mən deyərdim ki, ön plana çəkildilər. Bax, filmdə müəyyən məqamlar, müəyyən qatlar açılıb. Çünki biz bu haqda 50-ci illərin sonlarında bəraətdən sonra xəbərdarıq, bəli, xəbərdarıq və bir də xatirimdədir ki, müasir Azərbaycan tarixi dövründə bu məsələlərə bir aydınlığa gəldi. Televiziya verilişləri, sizin kimi jurnalistlər, ziyalılarımız və s. və ilaxır. Amma yenə də mən düşünürəm ki, yenə də qatı açılmamış müəyyən məqamlar gizlənir arxivdə. Yəni, bu verilişdə siz nə qədər dərəcədə aydınlıq gətirmişsiniz yeni faktlara? Əlbəttə ki, bu faktlar var və bunlar da artıq bilinməmiş bir şey deyil. Amma məsəl üçün, burada hamı, bəlkə də normaldır, amma hamı Mircəfər Bağırova günahkar görür. Amma halbuki bu repressiya əmri Moskvadan verilmişdi. Stalinin bir baş əmri idi və bütün respublikalar, bütün komandalar, bütün qoyulan o rəhbərlər, onlar əskər idi, ideologiyanın əskərləri idi və onlar onu yerinə getirməli idilər. Və çox zaman hamı Mircəfər Bağırova görür, bu da normal. Çünki zamanın hakimi o idi. Amma Bağırovun başının üstündən görülən işlər var idi. Məsəl üçün, Əhməd Cavada xilas eləmək mümkün deyildi. Bütün səylərə rəğmən Əhməd Cavad getməli idi. Çünki Əhməd Cavad Cumhuriyyət dövründə Azərbaycan himninin müəllifi idi. Əhməd Cavad Türkiyədə olan savaşda iştirak eləmişdi. Əhməd Cavad türkçü kimi Atatürkün oxuduğu nəğmədə bunun sözləri var idi. Yəni, bunu xilas eləmək mümkünsüz idi. Nə qədər Mircəfər Bağırov buna cəhd eləmək istəsə belə, həşənd etməyib yəqin ki, amma hətta bu mümkünsüzdür. Çünki artıq Mircəfər Bağırovun başının üstündən Moskva, Kremlə artıq bu hesabatlar getmişdi. Yəni, elə şeylər var ki, adam baxır və bunu edən Azərbaycan soyadlı adamlar, ermənilər idi və həmçinin. Yəni, təsəvvür edin ki, bu məqamda erməni ilə hansı bir Azərbaycanlı birləşir. Digər bir Azərbaycanlının, digər bir, belə deyək də, sən millətinin aydınını, bu aydın yetişməyi uzun illər istəyir əlbəttə. Bax, bu məsələlər məsəl üçün məni daha çox ağrıdırdı və ikinci məni ağrıdan məsələ istintaq materiallarında bu insanların yaşama instinkti deyilən bir şey var. Satqınlığa getmirdilər, kimlərin adını çəkmir. Amma yaşamaq istəyir insan və söz verir ki, mən sosializm quruculuğunda doğrudan fəaliyyət göstərəcəm, imkan verin, fürsət verin, amma gec idi. Niyə üçün gec idi? Çox gec idi, çünki artıq dosya yazılmışdı, əmr verilmişdi. Ən yaxşı halda Hüseyin Cavidi bir balaca belə deyək də, düzdür, o da sürgün edirdi, elə sürgündə də dünyasını dəyişdi, amma nisbətən onu bax bu güllələnmədən qoruya bildilər, nisbətən. Amma böyük mənada xilas mümkün deyildi. Çünki repressiya maşını idi və əmrlər verilmişdi, yuxarıdan artıq təsdiqlər gəlmişdi. Siz təsəvvür edin ki, təsdiqlənmiş siyahıdan sən çıxırsan, necə ola bilər bu? Özün orada ola bilərsən.
Yejovu xatırlayın, Abakumovu xatırlayın. Yəni burada oyunun qaydalarını pozmaq mümkün deyil. Hamıya şamil edilən bir şey idi. İnsanlar elə Mərkəzi Komitənin özündə Kremldə həyat yoldaşları vətən xaini kimi tutulanlar var idi. Və bunun araşdırma deyəndə burada mən bu 3 yazarın üstündə xüsusi dayandım. Çünki onlar bir gecədə həbs olunmuşdular və bir gecədə bu boyda 3 böyük məşəlin sönməyi Azərbaycan üçün də 3 rəqəmin nə olduğunu bilirsiniz. Yəni bu 3 böyük insanın yox edilməsi özü də bax bu cür dosiyələrlə, bu cür danoslarla, iftiralarla görün nə boyda kiçik insanlar, nə boyda böyük insanları məhv eləyə bildilər. Bax, bu məsəl üçün mən istəmirəm miflər sansın, ona görə o familiyaların adını çəkməyə ehtiyacında olmadım. Amma familiyalar yetərincə məşhur familiyalar idi. Öz çevrələri idi. Əlbəttə, həmin dövrün yazarları idi. Böyük sual yaranır bəzən. Aydındır, sualın cavabını bilirik. Niyə onlar getmədi? Niyə bunlar getdi? Bax, bu əslində böyük bir cavabı verilməsə də, cavabı hamımıza bəlli olan suallardır. Mehriban xanım, istəyərdim bir balaca çəkiliş prosesindən danışaq, kadrlardan görürük. Əslində o ab-havanı, o yaşantıları, o hadisələrin gerçəkləşdiyi mühiti ərsəyə gətirməyə, yəni çox gözəl formada alınıb. Harada keçdi çəkilişlər? Sizi, o yaradıcı heyətin, sizin o filmdə göstərdiyiniz məlumatları qaytardı mı sizə o görüntülər? Sizi qane etdi mi? Göstərilən materiallar bədii hissələrdir, səhv eləmirəmsə, amma bu sənədli bədii filmdir. Çünki burada imitasiya deyil, əslində səhnəciklər oynanıldı. Yetərincə aydın və aktyorlarla bu iş görüldü. İstintaq səhnələri və həbs. Bu məkanlara gələndə tutaq ki, Əhməd Cavad İçəri şəhərdə, çünki bəlli ünvanlar var idi. Mikayıl Müşfiq Nijna Priyotskaya, indi Süleyman Rəhimov kişəsi gedir. Orada Kamoda Hüseyin Cavid isə aydındır ki, indi Hüseyin Cavidin yaşadığı bir İstiqlaliyyət küçəsi var orada. Yəni 3 məkanda çəkilişlər elədik və bir də bizim həbsxana və istintaq səhnələrini izləmədə çəkdik. Yəni dekor olaraq qurduq, çəkdik də bunu. Bu bir kiçik fraqmentlərdir, çünki böyük mənada bədii film deyil, sənədli bədii filmdir. Amma əlbəttə ki, bu mənim burada bir günün tarixi silsiləsindən etdiyim filmlərin içində birinci bədii hissələri olan filmdir. Amma təbii ki, bundan sonra mən Akmolinskiy lager, Jona İzmennikov, Rodina, Akmolada yaşayan vətən xainlərinin arvadları, vətən xainlərinin ailələri bu filmdə bir balaca kiçik bir haşiyə çıxmışıq ora. Çünki 15 avqustda verilən 1937-ci ildə artıq Azərbaycan Sovet Sosialist Respublikasının Mərkəzi Komitəsinin verdiyi qərara görə tək vətən xaini kimi tutulan insanlar deyil, onların ailə üzvləri də cinayət məsuliyyətinə cəlb edilməli idi və ondan sonra artıq qadınlar ərlərindən rəsmi şəkildə boşanmırdılarsa, onların özləri, uşaqları hər bir uşaq evlərinə dağıdılırdı, soyadları dəyişdirilirdi. Qadınlar islah edilmək üçün niyə vətən xaini olan ərlərinin yanında yaşayıblar və bunu niyə NKVD orqanlarına xəbər verməyiblər deyilən absurd bir cinayət ittihamı var idi və bundan sonra onlar sürgün edilirdilər və Azərbaycandan repressiya edilən qadınlar ki, bunlar 45-dir, bunların adı 44 yazılır, çünki Şükriyə xanım öz milliyyətini orada Acar qızı kimi yazmışdı, amma 45 Azərbaycanlı qadın ki, Akmolaya göndərilmişdi. Mən növbəti bir günün tarixində əlbəttə bu qadınlarla bağlı da bəhs eləyəcəm. Onun üçün Qazaxıstan, Qırğızıstan səfərləri nəzərə alınıb. Amma böyük mənada qrup doğrudan da fədakarcasına çalışdı. Məsəl üçün operatorumuz Tariyel Hacızadə, Müşfiq Abbasov prodüser. Yəni bunlar bilirsiniz, məkanların danışılması, yerləşməsi çox çətin məsələdir və təbiət də bizlə çox qəribə bir sınağa çəkdi bizi. 3 iyun, 4 iyun əslində tarixdə necə qalıb? Qızmar yay günü, elə bir qızmar ki, qarışqalar belə gizlənməyə yer axtarırdı deyilən belə bir yanaşma var. Bizim çəkiliş günümüz Leysan oldu və biz yağışın durmasını gözləyirdik ki, biraz ara versin, biz çəkiliş eləyək, biraz ara versin, çəkiliş eləyək suyun içində. Yəni, təbiət də imtihana çəkirdi sanki, yəni nə qədər gedə biləcəksən sanki, bax, belə bir vəziyyət idi. Amma təbii ki, qrup çox uğurlu yaradıcı qrupdur və qrupun zəhməti bahasına da nəticə
məncə müəyyən arada özünü göstərir. Uğurlar arzulayırıq sizə, Mehriban xanım. Çox əfsuslar olsun ki, suallarımız qaldı. Mənim də, həmkarımın da sizə ünvanlayacaq. Amma düşünürəm, bütün bu suallara cavab tapmaq üçün Azərbaycan televiziyasında bugün saat 21:00-da izləyəcəyiniz tarixin, daha doğrusu bir günün tarixi silsiləsində 1937-ci il 4 iyun sənədli filminə baxsaz, müəyyən məsələlərə aydınlıq gəlmiş olacaq. Qonağımız isə filmin müəllifi, həm də senari müəllifi, həm də rejissoru, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, Azərbaycan televiziyasının bədii rəhbəri Mehriban Ələkbərzadə. Təşəkkür edirik bir daha Mehriban xanım. Minnətdarıq. Əziz dostlar, sözü gedən sənədli filmin anonsu yenidən sizə təqdim olunur. Buyurun, izləyək. 1937-ci il kütləvi təmizlənmə adı altında həyata keçirilən qırmızı terror. Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsinin plenumu çağırılır və Stalin sosializm quruculuğu yolunda sinfi düşmənlərə qarşı mübarizəni kəskinləşdirmək doktrinasını təkrar edir. Əhməd Cavad Azərbaycan himninin müəllifi idi. Neynirəm könlü, neynirəm dili, səndən yazmasa neynirəm əli. 12493 nömrəli cinayət işi, bu Mikayıl Müşfiqin cinayət işidir. Mən gündən günə bu gözəl yaşam işıqlı dünyadan necə ələcək? Cavidi yazdığı əsərlərlə ittiham edirlər. Vaxt gələcək, bizi geri qaytaracaqlar. Müxtəlif cəza növləri var idi. Lastiçka vəziyyəti, əl və ayaq dırnaqlarının birdən çıxarılması, daha sonra şüşə qırıntıları üzərində ayaqyalın gəzmək. Yenidən istintaqa, yenidən boksa, yenidən istintaqa, yenidən boksa və əsas müstəntiq nəhayət ki, ona kağız uzadaraq imzalayın sözünü eşidənə qədər. Məşhur üçlüyün səyyar məhkəmənin verdiyi qərar, ölüm hökmü bax burada icra edilirdi. Səndən ötürü qan tökməyə cümlə hazırız, səndən ötürü can verməyə cümlə qadiriz. Üç rəngli bayrağınla məhsud yaşa deyirdi. Əhməd Cavad güllələnməli idi, güllələnəcəkdi də. Bir günün tarixi 1937-ci il 4 iyun. Bu axşam saat 21-də